Avropanın mərkəzində, Alp dağlarının ətəyində, qonşuları Avstriya və İsveçrənin arasında sıxılmış xəritədəki balaca bir nöqtə. Bu, Lichtenstein knyazlığıdır. Cəmi 38 min nəfər əhalisi və 160 kvadrat kilometr ərazisi ilə dünyanın ən kiçik ölkələrindən biridir. Yalnız Vatikan, Monaco, Tuvalu, Nauru və San Marino ondan daha kiçikdir. Lakin bu kiçik ölkənin həm siyasi, həm iqtisadi, həm də coğrafi cəhətdən saxladığı sirlər var. Lichtenstein coğrafi olaraq unikal bir mövqeyə malikdir. O, iki qat dənizə çıxışı olmayan iki ölkədən biridir. Digər belə bir ölkə isə Özbəkistandır. Bu o deməkdir ki, onun yeganə qonşuları Avstriya və İsveçrədə dənizə çıxışı olmayan ölkələrdir. Lichtensteinə getmək üçün dəniz sərhədini keçmək mümkün deyil. Sərhədlərinin uzunluğu cəmi 76 kilometrdir. Ölkənin yarısı Reyn vadisindən, digər yarısı isə Alp bölgəsindən ibarətdir. Lichtensteinin rəsmi paytaxtı Vaduz adlanır. Amma Vaduz haqqında ilk bilməli olduğunuz fakt budur ki, o ölkənin ən böyük şəhəri deyil. Cəmi 5500 nəfər əhalisi ilə Vaduz, Lichtensteinin digər yaşayış məntəqəsi olan Şan qəsəbəsindən bir qədər kiçikdir. Dünyanın ən kiçik və ən sakit paytaxtlarından biridir. Lichtensteinin ürəyinə çevirən əsas element şəhərin üzərində yüksələn möhtəşəm Vaduz qalasıdır. Bu sadəcə tarixi bir abidə deyil, knyaz ailəsinin rəsmi iqamətgahıdır. Paytaxtın küçələri heyrətamiz incəsənət qaleriyaları və muzeylərlə doludur. Hətta Lichtensteinin əsas gəlir mənbəyi olan unikal Post markası muzeyi də burada yerləşir. Vaduz sadəcə paytaxt deyil, ölkənin mədəniyyət mərkəzidir. Bura böyük Avropa paytaxtlarının səs-küyündən uzaqdır. O daha çox təmiz Alp dağı mənzərələri ilə əhatə olunmuş sakit bir kəndə bənzəyir. Təxminən 1 saat ərzində paytaxtın əsas küçələrini gəzib qurtarmaq mümkündür. Vaduz Lichtensteinin özü kimi kiçik ölçüdə böyük siyasi və mədəni əhəmiyyət daşıyaraq öz möhtəşəm varlığını qeyri-adi şəkildə nümayiş etdirir. Lichtenstein o qədər tədris olunmuş və kiçikdir ki, ora təyyarə ilə enmək qeyri-mümkündür. Qatar xətti olsa da, demək olar ki, hər kəs ölkəyə avtomobil və ya avtobusla gəlməlidir. Bu onu Avropanın ən az əl çatan ölkələrindən birinə çevirir. Avropada bir çox monarxiyadan fərqli olaraq Lichtenstein knyazı həqiqətən böyük siyasi gücə malikdir. Knyaz istədiyi qanunu ləğv edə parlamenti buraxa bilər. 2003-cü ildə knyaz 2. Hans Adam ölkənin konstitusiyasını dəyişdi və knyazlığa daha çox səlahiyyət verdi. 1866-cı ildə Avstriya-Prussiya müharibəsi zamanı Lichtenstein 80 əsgərlə müharibəyə girdi. Onlar İtaliyada sərhədi qoruyurdular. Müharibə bitəndə 80 əsgər 81 nəfərlə geri döndü. Əsgərlər yolda özlərinə İtaliyalı bir dost tapmışdılar. Sıfır itki ilə müharibədən çıxmaq bu ölkənin qəribə tarixçəsidir. Ölkə ordusunu 1868-ci ildə ləğv edib və o vaxtdan bəri tamamilə silahsız və neytral bir ölkədir. Ordunun ləğv edilməsinin əsas səbəbi maliyyə idi. Monarxiya ordunu saxlamağın çox baha başa gəldiyini düşünürdü. Xalq da bu qərarı səsvermə yolu ilə dəstəkləyirdi. Ölkənin təhlükəsizliyi isə daxili qayda-qanunu qoruyan polis qüvvələri və qonşu ölkələrlə, xüsusilə İsveçrə ilə olan beynəlxalq müqavilələr əsasında təmin edilir. Ordunun olmaması Lichtensteinin sülhsevər, hərbi olmayan milli kimliyini vurğulayır. Bu kiçik ölçülü, sabit və zəngin bir ölkənin hərbi müdafiə olmadan da necə inkişaf edə biləcəyinin unikal bir nümunəsidir. Lichtensteinin hər hansı bir böyük iqtisadi resursu yoxdur. Bəs o, dünyanın ən zəngin ölkələrindən birinə necə çevrilə bilib? Tarixən Lichtenstein sərt bank məxfiliyi qanunları ilə tanınmışdır. Ölkə beynəlxalq tənzimləmələrin təzyiqinə baxmayaraq, uzun illər ərzində varlı şəxslər və ailələr üçün aktivlərin idarə edilməsində dünyanın aparıcı mərkəzlərindən biri olaraq qalmışdır. Lichtensteinin gəlirinin əsas hissəsi aşağı korporativ vergi dərəcələrindən gəlir. Bu kiçik ölçülü ölkədə cəmi 38 min insan yaşayır, lakin rəsmi olaraq qeydiyyatdan keçmiş 70 minə qədər şirkət var. Bu, hər bir vətəndaşa 2 şirkətin düşməsi deməkdir. Bu şirkətlərin əksəriyyəti fiziki ofis yox, sadəcə hüquqi ünvan saxlayır.
bu cür şirkətlərin dövlətə ödədiyi kiçik vergilər belə ölkənin ümumi gəlirinə müsbət təsir göstərir. Buranı sadəcə vergi cənnəti adlandırmaq haqsızlıq olardı. Ölkənin iqtisadiyyatının sabitliyi onun yüksək texnologiyalı sənaye sektoruna əsaslanır. Liechtenstein, dünya diş protezləri və implantasiya materialları istehsalında dünyada ən dominant qüvvələrdən biridir. Ivoclar, Vivadent kimi nəhəng şirkətlər bu kiçik ölkədən bütün dünyaya məhsul ixrac edir. Bəlkə də sizin diş həkiminizin istifadə etdiyi material məhz bu kiçik Alp ölkəsində istehsal edilib. Ölkənin ən məşhur beynəlxalq markası isə yəqin ki, Hilti şirkətidir. İnşaatda istifadə olunan peşəkar alətləri, qazma, deşmə, dülgərlik ləvazimatları istehsal edən bu nəhəng şirkətin qərargahı məhz Liechtensteindədir. Liechtensteinin əsl sirri onun maliyyə və sənaye sahələrini dəqiq balanslaşdırmasındadır. Monarxiyanın güclü, lakin sivil idarə etməsi ölkədə uzunmüddətli siyasi və iqtisadi stabillik yaradır. İnvestorlar bilir ki, qanunlar bir gecədə dəyişməyəcək. Neft yoxdur, amma ixtisas var. Bu ölkə resurs yoxsulluğunu yüksək ixtisaslı işçi qüvvəsi, vergi siyasəti və kiçik, lakin güclü sənaye nəhəngləri ilə əvəz etməyi bacarıb. Nəticədə Liechtenstein dünyanın hər yerindən gələn böyük pulların ən etibarlı sığınacaqlarından birinə çevrilib. Liechtensteinin 38 min nəfərlik əhalisi o deməkdir ki, bu ölkə böyük bir kənd və ya kiçik bir ailəyə bənzəyir. Əhalisi arasında tanışlıq və sosial əlaqə çox sıxdır. İnsanlar bir-birinə güvənir və məsuliyyət hissi çox yüksəkdir. Qəribə də olsa, ölkə əhalisinin təxminən 1/3 xarici vətəndaşlardır. Bunlar əsasən İsveçrə, Avstriya və Almaniyadan işləmək üçün gələnlərdir. Lakin bu immiqrantlar inteqrasiya olunmuş olsa da, əsl Liechtensteinli kimliyi və mədəniyyəti qorunub saxlanılır. Ölkənin öz əhalisindən daha çox işçi qüvvəsi hər gün qonşu ölkələrdən, Avstriya və İsveçrədən sərhədi keçərək işə gəlir. Bu ölkənin iqtisadi gücünün başqa bir maraqlı göstəricisidir. Dünyanın ən zənginləri arasında Liechtenstein sakinləri adam başına düşən yüksək göstəricilərə görə planetdəki ən zəngin cəmiyyətlərdən biridir. Bu yüksək maaşlar, mükəmməl sosial xidmətlər və aşağı işsizlik deməkdir. Ölkədə cinayət səviyyəsi o qədər aşağıdır ki, bu ölkə İslandiya ilə rəqabət aparır. Polis əməkdaşları nadir hallarda silah gəzdirir. Sıfır cinayət halları demək olar ki, normal sayılır. Yüksək keyfiyyətli təhsil və səhiyyə sistemi var. Liechtensteinlər öz kiçik, təmiz və firavan yaşayış mühitində olduqca xoşbəxtdirlər. Ölkənin kiçik olması o deməkdir ki, hökumət rəsmiləri və hətta knyaz ailəsi belə tez-tez küçədə görülür. Bu xalq və idarəetmə arasında yüksək etimad və şəffaflıq yaradır. Liechtensteinlər təbiətlə iç-içə sakit bir həyat sürür. Alp dağları kəndlərindəki təmizlik və qonşuluq əlaqələrinin güclü olması cəmiyyətin rahat yaşamasını təmin edən əsas faktorlardandır. Bu qədər yüksək həyat səviyyəsinin və təhlükəsizliyin arxasında yatan səbəb ölkə sərhədlərinin son dərəcə sərt qorunmasıdır. Avropa İttifaqı və ya Avropa iqtisadi ərazisinə daxil olmaması səbəbindən Liechtenstein özü müəyyən etdiyi çox sərt illik kvota sistemini tətbiq edir. Avropa Birliyindən kənar ölkələr üçün verilən yaşayış icazələrinin sayı çox azdır. Misal üçün, Azərbaycan vətəndaşları üçün yaşayış icazəsi almaq demək olar ki, qeyri-mümkündür. Ancaq 3 əsas yolla cəhd etmək mümkündür. Bunlardan biri yüksək ixtisaslı işçi olmaqdır. İşə götürən sübut etməlidir ki, Avropada bu işi görə biləcək heç kim yoxdur. İkincisi, ailə birləşməsidir. Yəni, bir Liechtenstein vətəndaşı ilə evlənmək. Üçüncü isə, ölkə iqtisadiyyatına böyük fayda verəcəyi sübut olunan çox zəngin investor olmaq. Liechtensteinin qanunu sadədir. Ölkə kiçikliyini, resurslarını və sosial birliyini qorumaq üçün yalnız ən zəruri və ya ən zəngin şəxslərə qapı açılır. Ölkə kiçik olsa da, həm möhtəşəm təbiəti, həm də sadiq qaldığı monarxiyası ilə Avropanın ən qəribə və stabil dövlətlərindən biridir. Liechtensteinin hekayəsi bizə belə bir dərs verir. Daha yaxşı yaşamaq üçün böyük əraziyə ehtiyac yoxdur. Bu ölkə sadəcə zəngin deyil, o bir çox qəribəliyi özündə birləşdirir. Ordusu yoxdur, amma dünyanın ən təhlükəsiz yerlərindəndir. Hər kəs yaxşı yaşayır, amma yad adamların bura köçməsi demək olar ki, qadağandır. Liechtensteinin əsl uğuru böyük banklarda və ya yüksək maaşlarda deyil. Əsl sir, kiçik bir xalqın öz sülhünü, təhlükəsizliyini və yaxşı həyatını hər şeydən qorumağı bacarmasıdır.
Bəs siz Liechtenstein haqqında nə düşünürsünüz? Avropanın bu kiçik, amma möhtəşəm ölkəsi haqqında hazırladığımız videomuz bu qədər. Videonu bəyəndinizsə kanala abunə olmağı unutmayın. Sağ olun.